Qazaxın işğaldan azad olunan kəndlərinin sakinləri səyyar asan xidmətdən yararlanıblar. Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Qazax rayonunun 30 il işğal altında olan Bağanız, Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızıl Hacılı kəndləri Azərbaycana geri qaytarılıb. 28 aprel 2025-ci il tarixində Qazax rayonunda fəaliyyət göstərən səyyar asan xidmət çərçivəsində Aşağı Əskipara və Xeyrımlı kəndinin sakinləri xidmət göstərilir. Belə ki, Qazaxbəyli kəndində məskunlaşan sakinlər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar. Sözü gedən təşəbbüs Qazax rayon icra hakimiyyətinin dəstəyi ilə reallaşıb. Səyyar asan xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.